fit səsi ilə ətrafa hakim olan sükut pozuldu. Meydanda gərgin mübarizə başladı. Burada deyirlər ki, yaxşı bir günü daha da yaxşı edən tək vasitə futboldur. Bu onlar üçün sadəcə oyun deyil, birlikdir, dostluqdur, kəndin nəfəsidir. Salam aleyküm. Aleyküm. Salam aleyküm. Hoş gördük. Hoş gəlmisiniz bizim kəndə. Çox sağ olun. Orada bir kənd var deyib gəlmişik sizin Abazallı kəndinə. Abazallıda 2 futbol komandasının olduğunu öyrəndim. Hər fürsətdə meydana yığışırlar. Özü də elə belə yox ha, ciddi yanaşırlar oyunlara. Bu ənənə bizim kənddə 60-cı illərdən yaşayır. Bu futbol oyununu da bugünkü günə gəlib çıxmağında, bu cavanların, gənclərin yetişməsində bir nömrəli Alışov Hacı Əlinin çox böyük əməyi var. Biz hər həftədə 3 gün, 3 dəfə hazırlıq keçiririk, məşq proseslər aparırıq. Rayonda çoxlu qələbələr qazanmışıq və çempion olmuşuq. 5 dəfə çempion. Balaca bir kənddən 5 dəfə çempion olmuş. Bəli. Bəli, 5 dəfə çempion olmuşuq, 2 dəfə kubok almışıq rayon üzrə. Əslində, dünya futbol tarixinə də nəzər yetirəndə görürük ki, ən yaxşı futbolçular bax elə belə əyalətlərdən, kənd yerlərindən çıxır. Bəli, onlarda bir deyə bilərəm, misal gətirə bilərəm. Pele özü, məsələn, kəndindən konserva qabları ilə oynayıb. Pele. Maradona corabdan hazırlanmış topla oynayıb. Mən kəndə ilk dəfədir gəlirəm, yəni Abazalını belə tanımıram. Yəni ilk tanışdığım bax bu sahədən başladı. Bu kənd nə ilə məşğul olur? Ümumiyyətlə burada həyat necədir? Bax gənclərin gördüm, yeniyetmələrin gördüm ki, çox gözəl asudə vaxtlarını keçirdilər. Əsas bizim kənd əkinçilik və maldarlıqla məşğul olur. Əvvəli 80-cı, 70-ci illərdə üzümçilikdir. Üzümçilik aradan götürüləndən sonra xüsusiyyətçiliyə keçiriləndən sonra şəhərsizad olduğuna görə əkinçilik, maldarlıq. Hal-hazırda bizim örüşlərdə, yəni sahələrdə insanların pay olduğu torpaqlarda şum işi gedir. Əgər məsləhət bilsəniz, buradan gedib o şum işində, məsələn, hal-hazırda orada izləyə bilərik. Zamanında gəlmiş elməyə də lazımdır, bax bu işləri görüb yerində tanış olmaq. Buradan, yəni futboldan sonra gedib onu izləyə bilərik, yəni böyük məmnuniyyətlə. Fikrim meydançada qalsa da, şum işlərini görməyi də çox istəyirəm. Sərraf yol boyu uçsuz-bucaqsız əkin sahələrini göstərib deyir ki, bir vaxtlar üzüm tənəklərindən yer olmazdı buralarda. Yığım vaxtı iynə atsan yerə düşməzdi. İndi isə üzüm tarlalarını taxılçılıq əvəz edir. Hər kəs öz pay torpağını əkir, becərir. Bunları müzakirə edə-edə çatdıq Əliağa dayının sahəsinə. Başı yaman qarışıqdır. Torpağı növbəti səpinə hazırlayır. Əliağa dayı. Bəli. Xoş gördük. Ay, xoş gəlmisiniz, xoş gəlmisiniz. Həmişə siz gələsiniz, qədəmləriniz mübarək. Allah sizin qədəmlərinizdə ruzu qismət eləsin bizə inşallah. Allah sizin də Sağ olun, sağ Allah kömək. Taxıl əkəcək inşallah, Allah qismət eləsin. Sizin ayağınızda düşərgəli olsun inşallah. Bol məhsulumuz olsun. Keçən il yaxşı bol məhsulumuz oldu. Bu il də ümidvaram Allah qoysa yaxşı olacaq. Siz də gəldiniz, sizin ayağınızda inşallah bərəkət gələr bu. İnşallah. Neçə hektar sahəniz var? 6 hektara yaxın sahəm var. 6 hektarda taxıl əkirsiniz. Yox, noxud da əkirəm, taxıl da əkirəm Vələmirdə. Texnikalarınız da gəldi. Salam. Salam aleyküm, xeyirli olsun. Yorulmuyorsunuz, işi zürəli. Nə qədər bu günlər yer şumlamısınız? Ardısı deyilən 4 hektar. 4 hektar şumlamısınız artıq. Yorulmayasınız. Texnikalar özünüzündür. Belə kəndin cəmaatının gedirsiniz şum işinə. Sakasa gedirik də belə deyil. Hə, sifariş olur sizə, gedirsiniz. Yaxşıdır da cavanlar üçün iş imkanıdır. Belə ildə yəqin ki ancaq mövsümü olur da, yoxsa il boyu elə işləyirsiniz? Belə deyim, mövsümü olur. Qış olanda da məsələn bostan yad belə də işləyirik. İndi inşallah bunu əkdiyi taxıl olacaq. Vaxtında kombayn gətirib, kombaynlarını da var. Bu taxılı da biçəcəklər. Həm kombaynınız var, həm traktorlarınız taxılı da var. biçəcəklər inşallah. Maşınları da özlərindəndir. Gətirib həyətimizdə təhvil verirlər. Allah köməkləri olsun. Allah. Kəndlinin də öhdəsinə düşür, bax torpağı boş saxlamasın, əksin, becərsin. Bərəkətli olsun.
Birdən yaxşı çayımız var, bir istəyən çayı söyün. Hə, içərəm. Səhər neçədən gəlirsiniz Şuma? Elə vaxt olur 6-da gəldik. Hə, səhər Gecə saat tezdən 2-yə qədər. gəlirsiniz. Gecəyə qədər İşləyirik. şum vurursunuz. Bəli. Elə vaxt olur gecə səhərə qədər işləyirik, gündüz işləyəmirik istəyə görə. Yağış olanda məsəl üçün işləyə bilmirik. Həm də ki, belə deyək, yağış yağmayanda işlərimizi belə görürük ki, həm çatdırıb işimizi, əkinimizi əkə bilərik yağışa qədər. Həm də ki, belə deyək də, çörəyimizi qazanır, millətin də qulluğunda olur. Torpaq zəhməti sevir. Torpağı əkərsən, becərərsən, bəhrəsini də görərsən. Zəhmət çəkmədən, əziyyət çəkmədən heç bir şey olmur. Bizim də insanlarımız şükürlər olsun ki, hər birisi, bu torpaqlarda yaşayan insanların hər birisi təsərrüfatla, əkinəcəklə gəldi ki, işte burada bunu necə becərmək lazımdır, necə faydalı məhsul götürmək lazımdır. Hər kəs öz işin çox mükəmməl bilir. Ona görə də boş qalmır torpaq. Yox, bizim torpaqlarda bir qarış boş Torpaq qalan beni yer. öldürməni, dirildim səni. Hə, boş qalan yeri yoxdur. Yəni insanlar əkirlər, becərirlər. Gecə-gündüz də sözün əsl mənasında çalışırlar bu torpağın üzərində. Əliağa dayı çox sağ ol çaya görə. Sağ olun. Təsərrüfatdan o qədər danışdıq ki, lap həvəsə gəldim. Həqiqətən də torpaq insana güc verir. Özü də insandan güc alır. Onu qulluq etdikcə daxilən saflaşırsan. Bəlkə də elə bu səbəbdəndir kənd adamının çöhrəsində həmişə saflıq olur. Bunları düşünürdüm ki, bir də baxdım, xeyli yer şumlamışam. Əlacım olsa davam edərdim. Amma vaxtım azdı. Nə yaxşı sərrafı tanıdım. Kəndinə bağlı, həm də məlumatlı. Həvəslə bələdçilik edir. Buranı əsrlər əvvəl onlar üçün yurd yeri ulu babası Hacı Abazallı seçib. Kəndin keçmişini ağsaqqallarla varaqladım. Ömrünün 40 ilini balaların təlim tərbiyəsinə həsr edən Səxavət müəllim, Abazallı ilə bağlı ensiklopedik tədqiqatlarını böyük bir kitabda toplayan şair Elnur, Nizami Həkim, Arif əmidən öyrənəcəyim çox şey var. Axşam düşən kimi toplaşdıq. Gəzdim, dolandım kəndinizi. Dedim bir gedim ağsaqqal sözü də eşidim. Bu kənddə ağsaqqallıq ənənələrini necə qoruyub saxlaya İndi onu bilmisiniz? mən deyəcəm. Mən Hacı İsmail kişinin nəticəsi Kərimov Sərrafdır. Bir nəticəsi. Bunun anası bilavasitə o kişinin nəvəsidir. Onun oğlu olub İsrafil. İsrafilin qızı Xoşavaz xanım olub. Bunun ata babası olub Mirzə Əsub kişi. Zəmanəsinin ən böyük İslam alimi olub bu. 37-ci ildə represiya uğrayıb, Qaraqamda 15 il sürgündə qalıb, qayıdıb gələndən sonra bu kənddə ağsaqqallıq fəaliyyətində olub. Bu kənddə köhnə nənələrin, ağsallıq qaydalarının təşəkkür tanınmasında onun böyük rolu olub. Onlar kənddə həmişə sağlam mühit yaradardılar. Bizlərdə dava-dalaş olmazdı. Bugün də o ənənə bizdə davam edir. 14-cü əsrdə burada yaşayış var idi. Və Əmir Teymurun vaxtında istilalar zamanı buradan Abazallılar köçürüldülər Yəmənə. Mənim əmim vardı, Hacı Həsən İbrahimli. Cənubi Azərbaycanın 20 şəhərində yaşayan. O danışır ki, tarixçi idi. Mənə dedi ki, siz fikirləşin, Əmir Teymur ərəb ərazilərin islah eləmək üçün hökman məcbur idi türkləri ora köçürsün. Türkləri buradan ora köçürdülər. Belə deyək, 14-cü əsrdə
16-cı əsrdə indi 4-cü Sultan Muradı deyirlər. O dövrdə bu cəmaət öz vətənlərinə qayıdıb, icazə ilə. Bəzən bizlərə, məsələn bu Cəllabad ərazisində yaşayan insanlara deyirlər Yəmən türkü. Bu səbəbsiz deyil. Çünki Ərdəbildən tutaq ki, belə deyək də Bakıya qədər, Şirvana qədər, Şamaxıya qədər əgər bu insanları tutaq ki, Kərkükə, fikir verin, sonra Mosula, sonra Yəmənə əgər götürüblərsə, təbii yenə o qan çəkir, geri qayıdıb, qayıdış olur. Mən araşdırdıqca çox maraqlı şeylərin şahidi oldum. İnanın, araşdırdıqlarımın 10%'ini yazmamışam. Həqiqətən də Tanrının sevdiyi Abazalıdır. Abazalıdır. Ki, bax belə gözəl insanlar bəxş eləyib bu yurda. Torpağı münbit, insanları gözəl. Əxlaqlı, tərbiyəli. Bəli. Əhalinin sağlamlıq vəziyyəti necədir burada? Allaha şükür, lap qəşəng əhalinin sağlamlığı yaxşıdır, gözəldir. Mal-qara var, pendirdir, yağdır, süddür. Bunlar hamısı təbiidir. Ona görə xəstəlik azdır. Cəmaət demək olar ki, sağlam yaşayır. Yəni kənar qidalar girmir də kəndə. Hər kəs öz qidasını özü istehsal edir. Həyətində. Abazallıda yeni bir səhər açıldı. Açılar açılmaz da insanlar əməyə sarıldılar. Səringül nənəni ziyarətə getmək istəyirəm. Kəndin həm ən yaşlı sakinlərindəndir, həm də qəhrəman anadır. Həyat onu çox erkən yaşda atasızlıq, anasızlıq acısıyla sınayıb. Yeganə qardaşına özü ata-ana olub. Bugün də onu gözündən kənara qoymur. Bir-birlərinin ayrılmaz parçasıdırlar. Səringül nənə, Allah sizə can sağlığı versin. Sağ ol, başına. Bu kəndin ağbirçəyisiz. İstəyərdim ki, bizə bir ağbirçək xeyir duası verəsiniz. Xeyir dua ilə başlayaq söhbətimizə. Allah Taala xoş gəlibsiz, safa gəlibsiz. Allah Taala sizə ömür versin. Ömrünüzü uzun eyləsin, ailənizlə, balalarınızla məni qədər yaşayasın. Amin, ay nənə. Amin, Allah, amin. Bax, bu 95 illik həyatını görmüşsünüz də bu kəndin. Kəndin keçmişi bax necə idi? Görmüşəm. Kasıbçılıq idi, bir-birinə möhriban idik. Mənim olsaydı bir kasabıqdan badı, qonşuyla qoğurardıq. Çörək pişirərdik, paylayardıq. Mən yığışıb gedib o qonşumda oturardıq. O gələrdi mənim qonşumda oturardı. Bir-birindən can deyərdik, uzaqdakı qardaşından, yoxdakı qonşun yaxşıdır. Qəhrəman anasız. Hə. Çətin olmayıb ki, bax bu uşaqları saxlamaq. 11 övlad böyütmüsünüz. O balaları elə saxlamışam. Bir qoymamışam, bir qonşunun uşaqlarla savaşalar. Qoymamışam, korluq çəkələr. Onları mən pendirlə, yağla gömüşüm olub, nəyim olub, yaxşı günlərim olub. Yoldaşı bir rəhmətlə qoymayın, mən ölsə işə gedən. Balalar gedər, dərəyə düşər, quyuya düşər. Bu mənim böyük oğlumdur, Allah canı salamat eləsin. Mən 14 yaşında gəlin getmişəm, 15 yaşımda bu dünyaya gəlib. Çox gözəl günlərim olub. 200 dənə düzə saxla, qaz saxla, quş saxla. Balalarımı belə yedirdim, belə saxlamışam. Balalar da məni belə saxlayırlar. Ay maşallah. Bu həyatda qardaşım, bacı, qardaş olmuşuq. Bu körpə olub, atamız, anamız rəhmətə gedib, ata-ana görməmişik. Dalımda götürüb bunu gəzdirmişəm. Əmələ salaha gətirmişəm. Əskəri gedib 3-6 ay qalıb. Gəlib gəlin gətirmişəm. Bir yerdə 5 il oturmuşam, yanımda ev tikmişəm. Bu mənim ata-baba evimin yeridir. Onu oğlan orada gedib tikibdi. Bir yerdə 5 il oturmuşum ki, qardaşımın yoldaşı da yaxşı olun mənə, yaxşı. Heç mən gəlinlərimdən inciməmişəm.
Can, nəticəniz də hə nənə? Nəticəndə. Ay maşallah, ay maşallah. Kötücə, kötücə. Görünmədi. Nənənin kötücəsi. Ay maşallah. Ay, ən balacanız. Evin ən balacası. Adı nədir? 6 ay. Mən niyə bilməm adını? Əsnad. Ay maşallah. Ay. Nənə neçə nəvəniz var? 6 dənə. 11 övladınız, neçə nəvəniz var? 12 dənə evladım var. 60 dənə nəvələrim var. 40 dənə nəticələrim var. Ay maşallah. Bir də kötücəniz var. 14 yaşımdan namaz qılıyorum. Allaha əlimi götürəyəm, dua eləyəm. Müharibədə dua elədiyim qapıda duruyordum səhər-səhər axşam çağı. Balalarım müharibədə, yaralanı da oldu, güllədəcəni də oldu, sağ-salamat gəldilər. Min şükür. 4 dənə qurban kəsdim. Biz öz uşaqlarımızda elçi gedəndə biz heç vaxt o qapıya tək getməmişik. Heç elə vaxt olur özümüz də getməmişik. Demiş ki, ana sən get, elçiliyimizi sən elə, biz sonra gedərik. Nənəni göndərir. Bəli, bəli. Bizim elçilərimizin hamısına Gəlinlər özün dənim almış. Sağlardan necə bizim xəbərimiz olmayıb, özü tapıb, özü alıb, onda bizim xəbərimiz olmuş ki, bunlar Bir dəfə mənə dedi, mən elə hamısını sən evləndirirsən, qoy birində mən evləndirim. Yəni bizim ağsaqqalımızdır. O nə desə bizim üçün o da qanundur. Necə gözəllənənlərdir. Ailələr burada bütöv qalır. Bağları torpaq kimi bərkdir. Sevgilər heç vaxt sınmır. Çünki bu kənddə ailə yalnız 2 insanın deyil, bütün kəndin birliyidir. Ona görə Abazallıda boşanma sözü yad kəlmədir. Burada qonaqpərvərlik də keçmişdən bugünə daşınan ən gözəl dəyərdir. Sadəcə adət deyil, bir ritualdır. Qonaq olduğunu hiss etdirməzlər. Hər evin qapısı gələnə açıq, süfrəsi paylaşmağa hazırdır. Salam, Gülgəz xala. Aleyküm, o Kərəmin əskər getməz. Mən Gülgəz xala gecikdiyimə görə məni danlamağa hazırlaşırdı ki, imkan vermədim. Şirin dillə onu ram etdim. Çox mehriban, güləriz, zarafatçıl xanımdır. Əlinin duzunu da tərifləyirlər. Deyir, biş-düş işlərini anam öyrədib mənə. Elə kabab bişirməyi də ondan öyrənib. necə kənddə Abazalı? Abazallı qəşək gəl. Mən Abazallı 50 il gəlmişəm, Abazallını heç kəndən dəyişməmişəm. Siz başqa kənddə doğulmusunuz? Hansı kəndindəsiniz Cəlabadın? Kürünc. Kürənisin yanı. Hə, Sərhəd kəndində doğulmusunuz. Bəli, mən kətçi qızam. Kətçən köçmüşəm rayona. Rayondan qayıtmışım yenə kəndə. Kəndə gəlin gəlin. Kəndə gəlin gəlmişəm. Atamızın evində zəhmət çörək yemiş. Mal otarmışıq, qoyun otarmışıq, təsərrüfat eləmişik, çörək yemiş. Düyün də elə. Düyün də var, görürsən, mən neçə yaşım var? 66 yaşım var, 67. Akşama sən işləyəm, bayağı o işləyəm, belə işləyəm. Görürsünüz, zəhmət iş sizi saxlayıb, bax belə güvra. Gözümə də xoşum gəlir, istədiysən xoşum gəlir. Gülgəz xala, canınız ağrımasın. Ətin belə yumşaq olması üçün, kababın qəşəng bişməsi üçün nə etmək lazımdır? Nə etmək lazımdır? Ətin bərksə, biraz uqs vurmalısan. Uqsuz vurursunuz. Mən vurmadım. Bərk olsa əgər. Amma vurmalısan. Yəni bərk ol, çünki ətdən ətdə də fərq var. Bərk olanda, yəni çıxış yolu uqsuzdur. Uqs. Nə qədər quzu ət yalsın, nə belə yaxşı. Amma bərk oldu ki, yaşlı aldın, görə uqs vurasan. Azca vurmaq Suya qoşasan, suya. Su ilə qarşı. Çırpasan. O yumuşala, başa düşdün. Quzur olar. Yaxşı düzəyəm, xoşun gəlir. Qəşəng. Peşəkarsınız da. Mən sizə nə deyə bilərəm ki? Mən sizin işinizə heç nə deyə bilmərəm. Özdə görürəm ki, orada belə daş üstündə ocağı yandırmışsınız. Oturacağım, nalçamı yatacağım ocağın yanında. Yavaş-yavaş bu kababı çəkəcəyəm. Əti bitirəndən sonra pomidor, bir də ki, tərəvəzlər. Digər tərəvəzləri də şişə düzəcəksiniz. Gülgəz xalanın bişirdiyi kababın ətri bütün kəndi bürüdü. Bu ətrə həm də Abazallının hekayəsi qarışdı. Onu dadlı edən də bəlkə elə bu hekayə idi.
Abazallıda keçirdiyim 2 gündə möhtəşəm insanlar tanıdım. Bir balaca kənddən neçə igid oğulların, generalların, elm adamlarının, dövlət xadimlərinin çıxdığını da öyrəndim. Abazallı sadəcə kənd deyil, sakinləri üçün dünyaya açılan pəncərə, köhnə dəyərlərin, unudulmaz ənənələrin hələ də yaşadığı bir yerdir. Elə bir yer ki, insan buradan ayrıldıqda belə qəlbinin dərinliyində o sadəliyin, o saflığın izini daşıyır. Onlar da bir vaxtlar bu ağaclar kimi kök salıblar bu torpaqda. Qoşulub fidanları bastırmağa kömək etdim. Öz izimi, öz hekayəmi də buraxdım bu yerlərdə. Kəndin əsasını qoyan Hacı Abazallı, onun soyunun davamçıları İsmail, İsrafil kişinin etdiyi kimi. Ağac kök atdıqca mənim də buradakı günlərim kök salacaq. Sağollaşıb kənddən çıxdım. Yeni hekayəmin ardınca.